olsun, zəhmət olmasa. Dərs prosesi rekorda olunur. Çox xahiş edirəm. Bir saniyə. Donma baş verdi. Bir saniyə müəllimlər. Aha, hər şey qaydasındadır. Əla. Buradan səslərə nəzarət eləyək, zəhmət olmasa. Ekran hər kəsdə ansız görünür. Siz çoxsuz, mən təkəm. Hər ailədən bir səs gəlir. Ona görə də bu dərs gedişatını da pozur. Çox xahiş edirəm. Deməli, müxtəlif tipli situasiyalarla başlamaq istəyirəm. Ən əsası da keçən 2025-ci ildə icmada sizə verilmiş suallardan biri də ümumiyyətlə qarışıq suallardır. Məsələn, tutalım ki, Zəhra adında uşaq icma əsaslı təlim qrupundadır. Uşağın adaptasiya və öz yaşına uyğun formada davranışları yerindədir. Söz ehtiyatı da normaldır. Sadəcə, belə deyək də, uşağın nə qədər söz ehtiyatı olsa belə nitqində ləngimələr var. Uşağın sosial-emosional inkişaf durumu yerindədir, mehribançılığı var. Yəni, aqressiv bir uşaq deyil. Amma necə aqressiv bir uşaq deyil? Yəni, ətrafa qarşı aqressiyası yoxdur. Bu uşağın özünə qarşı aqressiyası var. Çünki bu uşaqda problem var ki, uşaq, belə deyək də, onun oyuncağını alanda uşaq özünə xətər yetirir. Yəni, özünə xətər yetirməsi, əlini üzünə vurması, özünə vurması, şiddət kimi, eyni zamanda saçını yolur. Bəs yaxşı, siz olsanız, Zəhraya qarşı, bir tərbiyəçi müəllim olaraq Zəhraya qarşı yanaşmanız necə olardı? Siz Zəhranı necə maarifləndirərdiniz? Necə, belə deyək də, məsləhət verərdiniz ki, bu uşaq davamlı özünə aqressiyası var. Çünki nədən yaranır bu aqressiyanın səbəbləri? İlk növbədə biz Zəhranın, belə deyək də, çünki biz bax, bu sualda biz iki problem görürük müəllimlər. Bir, nitqində ləngimələr var. Nitqində ləngimələr var. Digər bir tərəfdən isə uşağın aqressiyası, amma ətrafa aqressiyası yox. Yəni, uşaq var, müəlliminə aqressivdir, yoldaşına aqressivdir, ümumiyyətlə, sosial bağımlılığı zəifdir. Amma uşaq da var ki, özünə qarşı aqressiyalıdır. Çünki ətrafdan bir qıcıq alan kimi, yəni ətrafdan verdiyi reaksiyanı, qıcığı öz üzərinə götürür uşaq. Deməli, bu uşaqda nə problem var? Bu uşaq istəmir ki, oyuncaq paylaşsın. Oyuncaq paylaşımı yoxdur. Güzəştə getməsi yoxdur. Kompromizə gedə bilmir bu uşaq. Deməli, biz ilk növbədə hansı addımlar atmalıyıq? Uşağı müşahidə etmək, birinci növbədə. Uşağı əsaslı şəkildə yaranan səbəbləri araşdırmaq, bu birinci planınız. Uşağın nitqində dedik ki, ləngimələr var. Nitqi inkişafı üçün məqsədyönlü fəaliyyətlər planlaşdırmalısınız. Məsələn, çünki nitqində ləngimə olan bir uşaqla gündəlik danışıq oyunları təşkil edə bilərsiniz, hekayə qurma, söz oyunu yarada bilərsiniz. Məsələn, uşağa şəkil göstərib, şəkil üzərində hekayə qurma bacarıqları inkişaf elətdirə bilərsiniz. Və bu da təbii ki, uşağın nitqdə ləngimələrin biraz da azaldılmasına təbii ki, gətirib çıxardacaq və fərdi nitq məşğələləri də təşkil edə bilərsiniz Zəhra ilə. Yəni, fərdi diferensial şəkildə uşaqla nitq üzərində çalışma apara bilərsiniz. Daha sonra bu birinci əsas addımınız. İkinci addım, yazacaqsınız altdan, ikinci addım uşağın aqressiv məsələsi, aqressiyası. Bu aqressiya uşağın özünə qarşıdır. Aqressiv davranışlara görə, deməli, tərbiyəçi müəllim bu vəziyyətdə nə etməlidir? Uşağın öz hisslərini tənzimləmə bacarıqlarını öyrətməlidir həmin Zəhraya. Çünki o uşaq öz hisslərini sözlə ifadə edə bilmir. Problem budur. Öz hirsini, qıcığını nədən çıxır? Özünə xətər yetirməklə, saçını yolması, özünü vurması, aydın olurmu? Və buna görə də biz onda emosional hisslər, belə deyək, hisslərimizi ələ etmə bacarığı, eyni zamanda, deməli, hissləri sözlərlə ifadə etmək. Məsəl üçün, Zəhra, bugün özünü necə hiss edirsən? Ona emosiya, emoji kartları vasitəsilə uşaqla maraqlı bir fəaliyyət təşkil edə bilərik. Yəni, münaqişələrin yaranmaması zəminində, münaqişə yaranmaması üçün uşaqlarla belə deyək də, sakitləşdirici məşqlər verə bilərik. Məsəl üçün, daha çox nəfəs al, nəfəs ver texnikası verə bilərik. Çünki niyə? Burada ilk növbədə uşaqda yadınızda qalsın, hissdir, emosiyadır, qəzəbdir, gərginlikdir, aqressivlik olanda uşağı birinci sakitləşdirmək lazımdır.
Çünki uşağı sakitləşdirmək, nəfəs al, nəfəs ver texnikası, uşağın biraz da belə deyək də aqressiyasının azaldılmasına yardım edə biləcək kiçik bir vasitələrdir. Buna görə də biz bu davranışların dərinliyini anlamaq üçün aqressiyanın, özünə qarşı bullyingin, şiddətin səbəblərini araşdırmaq üçün biz mütləq şəkildə ailə ilə sıx əməkdaşlıq. Nəyə görə deyirik icmada əməkdaşlıq çox önəmlidir? Çünki biz bax birinci strategiyalarınızı tətbiq edirsiniz, yazılı şəkildə yazırsınız açıq sualın cavabına və sonda qeyd edirsiniz ki, artıq uşağın valideyni ilə əməkdaşlıq mütləqdir. Çünki siz birbaş valideynlə əməkdaşlığı qeyd etsəz, artıq sizin o sualın cavabını yoxlayanda orada psixoloqlar yoxlayır. Düşünəcək ki, bu müəllim elə rahata qaçır, valideynin üstünə qaçır. Bəs siz onda niyə müəllimsiz? Sizi niyə bugün icmaya qoyurlar? Sizin bugün uşaqlarla yanaşmanız elə siz hər dəfə valideyndən mi köməkmi alacaqsınız? Ona görə də birinci növbədə sizin addımlarınız orada qeyd olunmalıdır. Daha sonra siz artıq valideyni, təbii ki, valideyn əməkdaşlığı olacaq. Çünki siz evdə o uşaq özünü necə aparır bilmirsiniz. Bunların hər birini valideynlə şifahi təlimat, şifahi söhbətlər vasitəsilə biləcəksiniz. Aydın olurmu? Daha sonra artıq valideynlə tövsiyə eləyə bilərəm ki, uşağı mütləq şəkildə nitqində ləngimə var. Loqoped də baxsın bir uşağa. Aydın olurmu? Sonra artıq psixoloq dəstəyidir. Yəni ümumiyyətlə də mütəxəssis dəstəyini də ən sonda qeyd eləməlisiniz ki, bəlkə elə valideyn deyəcək ki, mən istəmirəm uşağımı mütəxəssisə göstərim. Valideyninlə birgə əməkdaşlıq nəticəsində siz belə deyək də uşağı psixoloqa, belə deyək, hansısa bir mütəxəssisə, loqopedə yönləndirə bilərsiniz. Bunu ən sonda qeyd edirsiniz. Aydın oldumu? Bu sizin birinci sualın cavabı. İndi buyurun, eşidirəm. Sual varsa buyurun. Müəllimə bir sualım var ki, siz dünənlərin qeyd elədiniz ki, sizə orada az yer veriləsid də bu suala cavab yazmağa. Qısa, net nə yaza bilərik bu suala? Hardasa bir 15 cümlənizi yaza bilərsiniz. Xeyr, o qədər də qısa yer olmur. Maksimum 12-15 cümlənizi yaza bilərsiniz. Bəli, narahat olmayın. Çox qısa yazmayın. Mən sizə dedim. 4-5 cümlə yazacaqsınızsa, yazmayın onu. Ona görə də tam bir əhatə olunmalıdır. Mən açıq sualı danışıqda, yəni danışa bilmirəm, fikrimi çatdıra bilmirəm. Amma yazı ilə yəni yazıram. Yazdıqda, yəni arxası da gəlir. Əla, elə əsas yazmaqdır. Fikrinizi müsahibədə çatdırmağı öyrənin. Siz müsahibəyə ciddi hazırlaşarsınız ki, orada üzbəüz siz şifahi danışacaqsınız. Elə ona görə qalmışam ki, imtahandan keçməyimizi tez bilsək, yəni müsahibəyə də hazırlaşarım. Çünki danışıqda öyrənmək. Aha, tamam. Suallar görünməməsi, suallar buradan WhatsApp üzərindəndir. Müəllimlər, bax bu suallardır. Yəni burada Word proqramında deyil də, yəni mən açım, nə də PDF deyil ekrana gətirim. Bax bu suallardır ki, müəllimə ödənişli qrupa göndərib. Bir qismində, bugün ümumiyyətlə ödənişsiz qrupa bu suallardan da atacaq ki, müəllimlər yararlansınlar. Narahat olmayın. Aha, məsələn, burada belə bir sual var ki, baxın, icmada düşmüş sualı. Səslər bağlı olsun, zəhmət olmasa. Səslər bağlı olsun. Artıq səslər eşidirəm, səslər bağlı olsun. Buradan baxacağım. Kimin səs açıq qalıb? Bir saniyə. Nurani müəllimə, səsi bağlayın. Aha. Demək, qrupda 3 yaşlı bir uşaq heç kimlə oynamır, qrup fəaliyyətlərinə qoşulmur və tək başına bir küncdə oturur. Digər uşaqlarla ünsiyyətə girmir. Bu zaman nə edərsiniz? Deməli, bu sualı siz, tutalım sabah bu sual sizə düşəcək. Siz bunu yazmalısınız. Niyə vaxt itirəsiniz ki? Artıq sualın məğzi sizə çatır ki, 3 yaşında olsun, 4 yaşında olsun, fərqi yoxdur, 3-5 yaşlı uşaqlarla da işimiz. Uşağın nə problemi var? Uşağın ünsiyyət problemi var, uşağın asosiallığı var. Sosiallığa gedən yol ünsiyyətdən keçir, əməkdaşlığa gedən yol ünsiyyətdən keçir. Bunu hər zaman bütün müəllimlərimə də izah edirəm ki, əgər bir uşaq tək başına üstünlük verirsə, tək başına meyli, marağı, tək başına oynasın, o zaman siz bir uşağı siz burada davamlı, nə dərəcədə siz icazə verərsiniz ki, o uşaq davamlı tək başına oynasın. Amma bir tərəfdən də var ki, sualda verə bilər ki, amma uşaq yönümlülük bizə nə deyir? Uşağı məcburi heç bir fəaliyyətə cəlb etmək olmaz. Uşağı məcbur da gətirib uşaqların içərisinə salmaq olmaz. Uşağı biz elə eləməliyik ki, uşaq öz xoşu ilə, öz istəyi ilə yavaş-yavaş yoldaşlarına adaptasiya olsun. Yavaş-yavaş sosial çevrəsi artsın.
Aydın olurmu? Bəs yaxşı, biz necə bir professional addım atmalıyıq, peşəkar yanaşma göstərməliyik burada? Deməli, burada hətta cavablar da sizə verilib. Görürsünüz, baxın, geniş bir cavab verilib burada. Bu cavaba baxacaqsınız, özünüz də bir fikirləşməlisiniz, öz tərəfiniz də olmalıdır. Çalışın şablon cavablar əzbərləməyin. Bu cavablar sizə nümunədir ki, ən azından sıfırdan başlayan bir müəllim müəllimdə bir fikir formalaşdırsın. Biri var heç yazmasın, bir də var yenə bu müəllim nəsə düşünüb yazsın. Məsələn, burada deyək ki, uşağın tək qalmasının səbəblərini anlamaq. Təbii ki, birinci yenə bax, digər sualda da bayaq dedim ki, birinci səbəblər araşdırılmalıdır. Niyəsi araşdırılmalıdır. Uşağı bir neçə vaxt müşahidə etmək lazımdır yaxından, mütləq şəkildə. Ona görə də biz müşahidələrimizi əsasən müəyyənləşdirməliyik ki, bu uşaq nə zaman sosiallaşa bilər, məsəl üçün. Hansı hallarda bu uşaq daha çox meyillidir, tək başına öz fəaliyyətlə məşğul olsun. Hətta onun hansı fəaliyyətlərə maraq göstərdiyini, məsəl üçün, hansı zamanlarda daha aktiv mövqedə oynamaq istədiyini, tutalım ətrafına bir-iki uşaq cəlb etmək olmağını, məsələn, biz bu uşaqlarla fərdi şəkildə söhbət aparmalıyıq. Və buna görə də, çünki o məqsədimiz nədir? Uşağın maraq dairəsini, uşağın ehtiyaclarını, uşağın tələblərini anlamaq. Bəli, yumşaq şəkildə, sakit formada yaxınlaşmaq lazımdır. Zaten bizim işimiz budur. Çünki biz heç bir halda nə sərt formada, nə yüksək səs tonda, birbaşa uşağın üstünə gedərək olmaz. Yanında əyləşib oynadığı nəyə maraq göstərdiyini bilmək lazımdır. Aydındırmı? Yavaş-yavaş, yəni biz uşağı fəaliyyətlərə dəvət etmək lazımdır. Görürsünüz? Birinci qrup oyununa dəvət etməyin. Bu cür uşağı birinci ikili fəaliyyətə. İkili fəaliyyət də biz cütlərlə iş formasında demişik ki, cütlərlə iş forması ən yaxın əməkdaşlıqdır. 2 nəfərdən ibarət, 2 yoldaşla. Görürsünüz, deyirsiniz ki, məsəl üçün, əvvəlcə cütlərlə iş formasında ikili bir fəaliyyət verir. Məsəl üçün, uşaqlarla hansısa bir stol üstü oyunlar verə bilərsiniz, yaradıcı bir fəaliyyət, rəsm çəksin, yapma, quraşdırma və s. verə bilərsiniz. Eyni zamanda da artıq yavaş-yavaş müəyyən bir zaman çərçivəsinə uşaq uyandan sonra, öyrəşəndən sonra artıq bəli, qruplara cəlb edə bilərsiniz. Çünki uşağı hazır olmadığı sürəcə onu sosial əlaqəyə məcbur etmək qəti qadağandır. Aydındırmı? Uşaq özünün təhlükəsizliyini anlamalı, özü öz tempində açılışmasına, sərbəstliyinə şərait verilməlidir. Uşaq yönümlülüyü dəstəkləyən addım budur. Təbii ki, sonda valideyni ilə əlaqə saxlayacaq. Evdə də görəsən bacısı, qardaşı varmı? Tək uşaqdırmı bəlkə? Bacı, qardaşı varsa da belə evdə də deməli öz doğmaları ilə bu vəziyyət yaranırmı? Bəlkə elə siz valideyni ilə də bu vəziyyət yaranırmı? Çalışaram ümumilikdə valideyn ilə birlikdə strateji yanaşma tətbiq edim və deməli, uşağın müstəqilliyini, sərbəstliyini dəstəkləyərəm çünki. Çünki biz tək oyun dönəmində, məsələn, biz uşaqların tək başına, ümumiyyətlə, sərbəst oyun fəaliyyətində də uşağın yaradıcı mövqeyini biz dəstəkləməliyik, yaradıcı bacarıqları inkişaf etdirilir. Çünki uşaq sərbəst şəkildə bir işi öhdəsindən gəlir, aydındırmı? Və ona görə də uşağı hər bir halda, yəni sərbəst də tək oynasa da belə biz onu tərifləndirməliyik, rəğbətləndirməliyik ki, uşağı tədricən stimulizasiya edib, motivasiya edib onları tədricən sosiallığa sövq edək. Aha. Digər bir sual, bu ikinci bir sualınız. Müxtəlif situasiyalara yanaşmaq istəyirəm ki, məsəl üçün, müxtəlif situasiyalardan da biri valideynlərlə əməkdaşlıqdır. Məsələn, bu dəfə artıq mövqeyimizi valideynlərlə əməkdaşlıqda bildirəcəyik ki, tutalım deyirik ki, icma əsaslı təlim qrupuna yeni işə qəbul olmuş bir müəlliməsiz. Belə tip sualları daha çox müsahibədə sizə verəcəklər. Siz deməli, ilk dəfə valideynlə necə görüşə cəlb olunarsınız? İlk dəfə valideynlə necə effektiv ünsiyyət qurarsınız? Aydındırmı? Belə bir sual əgər sabah sizdə imtahana açıq tipli verilsə, sırf valideynlə effektiv ünsiyyətin qaydaları, əməkdaşlıq, siz birinci necə giriş edəcəksiniz? Deməli, valideynlə mütləq fərdi görüş təşkil olunmalı, belə deyək. Əgər hansısa bir uşağın, belə deyək, uşaqla bağlı əgər problem yaranarsa,
uşağın valideyni ilə sırf imeni tutalım Murad adlı uşağın valideyni ilə görüşürsünüzsə, çünki Muradda hansısa bir problem görürsünüzsə, tutalım nəsə bir olur da indi vəziyyətdən vəziyyətə dəyişə bilər. Artıq biz belə deyək də valideynlə görüş təşkil edərkən mütləq şəkildə uşağın birinci özümüzün effektiv ünsiyyətimiz qurulmalıdır. Fərqi yoxdur, uşaq olsun. Ümumiyyətlə valideynlə ilk dəfə biz görüşə həmişə bunu müsahibədə də deyirlər ki, məsələn valideyn gəlib irad bildirər, nəsə əsəbi halda sizə nəsə bir şey söz deyərsə, biz həmişə öz sakit tempimizi qorumalıyıq. Nəzakət qaydalarına, yəni etik davranış qaydalarından kənara çıxmalıyıq. Etik davranış prinsipləri olduqca vacibdir. Çünki belə deyək də biz etik davranış prinsiplərini nəzərə alsaq, orada mədəni davranış prinsipini qəti şəkildə pozmamalıyıq. Yəni mədəni davranış prinsiplərinə, yəni burada əgər qarşı tərəf sizi təhqir edərsə belə, təhqir ayrıdır, tənqid ayrıdır. Tənqid pis bir şey deyil. Tənqid irad deməkdir. Tənqidə açıq olmaq lazımdır. Amma təhqir yol verilməzdir. Heç bir halda, yəni sizə əsas vermirlər ki, valideyn müəllimi təhqir eləsin. Bu birinci məsələ. Deməli, biz valideynlərlə əməkdaşlıqda effektiv ünsiyyət yollarından biri də deməli, valideynlərlə fərdi şəkildə görüşlərin təşkil olunması, uşağın davranışları ilə bağlı, ümumi inkişafı ilə bağlı, icmada 2 saat ərzində uşaq özünü necə aparır, aktiv mövqedədirmi, passiv mövqedədirmi, utancaqdırmı, çəkingəndimi, tez alışandımı, tez sosiallaşandımı, deməli, uşaqla apardığınız ilkin diaqnostik qiymətləndirmənizi siz bölüşə bilərsiniz valideynlə. Çalışın valideynlərlə həmişə bölüşün, əməkdaşlıq yaradın ki, bu həm valideynlə də belə deyək, valideyn də sizi sevsin. Uşaq sevəcəksə valideyn də sizi sevəcək, əmin olun. Çünki deməli sizi valideynlə sevdirən uşaqdır. Söhbət belə sizin belə deyək, o demək deyil ki, sizi sevsin, bağrına basın. Sadəcə olaraq hörmət qazanmaq mənasında, yəni. Buna görə də davamlı informasiya mübadiləsi mütləq şəkildə olmalıdır. Çünki uşağın vəziyyəti barədə davamlı məlumat versəz, sonra icma rəhbərliyi də sizdən razı qalacaq. Çünki siz davamlı inkişaf planınızı valideynə çatdıra bilirsinizsə, davamlı uşaq dəstəklənirsə burada bütün sizin pedaqoji heyət də sizə, yəni belə deyək də bu mövqeyinizi rəhbər tutacaq. Eyni zamanda deməli dəstək, məsəl üçün deyirəm ki, uşaqda hansısa çatışmazlıqlar varsa, biz gəlin birlikdə fərdi inkişaf planı hazırlayaq. Tutalım ki, Murad məsəl üçün deyirəm, Muradla bağlı problem. Tutalım ki, Murad məsəl üçün deyirəm. Səslər bağlı olsun. Muradla bağlı problem varsa əgər, biz onun hansı, məsələn, bayaq deyirəm, nitqində problem var hansısa bir uşağın, aqressivliyi var, asosiallığı var, tutalım inklüziv uşaqdır, ən ağır dərəcə inklüziv uşaqdırsa, problemdən fərqi olmayaraq, yəni müxtəlif problem nə olur olsun, mütləq dərəcədə biz neynəməliyik? O problemin birlikdə problem həll etmə səriştəsi, problemin öhdəsindən gəlmək üçün valideyn əməkdaşlıq olduqca önəmlidir, müəllimlər. Yəni, valideynlərlə əməkdaşlıqda qısa effektiv ünsiyyəti mən indi sizə PDF qrupunuza göndərəcəm. Oradan da oxuyursunuz ki, məlumatlı olasınız. Dərs bitən kimi dərhal göndərəcəm ki, gecəyə qədər oxuyun. Daha sonra. Dərsiz qrupa da göndərəsiniz bunları. Yaxşı, göndərəm. Çox sağ olun. Deməli, sizə müsahibədə daha bir sual. Müsahibədə də verilən ən məşhur sualdır ki, siz yaxşı tərbiyəçi necə olmalıdır? Yaxşı tərbiyəçi niyə sizi seçək biz icmaya? Niyə? Hansı səbəb? Bax, özünüzü tanıdın bizə görək. Siz uşağı nə dərəcədə sevirsiniz? Uşaqlarla işləmək sizin üçün sadəcə peşədirmi, yoxsa həyatınızın bir hissəsidirmi? Bax, belə maraqlı suallar olacaq. Ümumiyyətlə, yaxşı tərbiyəçidə hansı müsbət keyfiyyətlər olmalıdır? Yaxşı tərbiyəçidə ümumiyyətlə, tərbiyəçi uşaqları təbii ki, sevməli. Uşağı sevməyən bir insan tərbiyəçi ola bilməz. İlk öncə bunu qeyd edeyim. Kim deyirsə ki, sevirəm, üzdə sevməklə yox, daxili olmalıdır bu sevgi, təbii ki. Qayğı daxili olmalıdır. Çox söz deyərəm, mən də deyərəm. Bunu daxilən çatdırmaq, daxili gücünüzü, enerjinizi, səbrinizi onlara vermək ən böyük bir xoşbəxtlikdir uşaqlar üçün bugün ki,
Elə vaxt olur ki, inanın ki, heç valideyn bəlkə də o qayğını verməz ki, müəllimə onu o uşağa verir. Söhbət əsl tərbiyə müəllimdən gedir təbii ki. Ona görə də dözümlülük, Qətiyyən vurmadı. Səs- Nöşün asidə kimi xəstəlik əlində hər anəyə gedə bilər. Hicbəsər. necə müəllimə başa düşmədim. Siz mənə sual verirsiniz müəllimə, mən dərsimi pozursunuz axı. Müəllim, kimsə səsi açıq qalmışdı. Səslər bağlı qalsın müəllimə. Bəs qayda eləyirəm axı dərsi. Müəllimlər qulaq asır, sabah imtahandır. İzahlar verirəm ki, hər tərəfli suallarla bağlı. Sonda suallarınızı alacağım sizə. Profili açıq olan Kəmalə xanım, zəhmət olmasa siz bağlayın Bir Kənan. saniyə. 100 nəfərə yaxın müəllim var. Bir saniyə görüm hansı müəllimədir. Hə, Kənan Babazadə bildim. Aha, все. Aha. Yəni dözümlülük, səbirlilik, məsuliyyətlilik, sevgi, qayğı, diqqət, təhlükəsiz dəstəkləyici mühitin qurulması mütləqdir. Hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq. Uşaq yönümlü bir müəllim olmalısınız. Avtoritar olsanız siz nə icmada işləyə bilmərsiniz, nə də bağçada. Əməkdaşlığa açıq bir müəllim. Müəllim var ki, valideynlə əməkdaşlıq eləmək istəmir. Müəllim var ki, eləyir, sadəcə işi xatirinə eləyir, amma uşağın əsas vəziyyətindən qaçır. Onda da artıq bunu valideyn də hiss eləyir. Ona görə də valideynlə, kollektivlə düzgün ünsiyyət qurmağı bacaran bir olmaq lazımdır. Yəni bu iş təbii ki, əsl bizim işimiz ən çətin bir peşədir, belə deyim, məktəb müəllimlərinə müqayisədə. Çünki tərbiyəçi müəllim biz 1-6 yaş dövrü uşaqları götürürük məktəbə qədər təhsili fasiləsiz təhsil sistemində biz. Çünki bu uşaqları biz məktəbə şəxsiyyət kimi, birinci şəxsiyyət kimi yetişdirmək bizim əlimizdən keçir. Biz şəxsiyyətin bünövrəsini qoyuruq ki, sabah da məktəb bunun davamını gətirsin 7-11 yaş arası. Ona görə də 1-6 yaş çox önəmli bir mərhələdir. Daha sonra tutalım deyirəm ki, daha çox adaptasiya problemlərindən də düşür. Biz bunu təbii ki, ödənişli qrupunda çox danışmışıq bu haqda, amma ödənişsiz qrup üçün də belə bir müəllimlərə, belə bir sıfırdan qoşulan müəllimlərdə belə bir fikir formalaşdıra bilərəm ki, əgər sabah sizə suallarda düşsə ki, qrupunuzda adaptasiya problemli uşaq var, artıq 2 ay bir müddət keçib icmada, sual belədir ki, 2 ay bir müddət keçib icmada, uşaq yaxşı şəkildə adaptasiya olur. Deməli, ancaq yenə uşaqda, belə deyək də, adaptasiya olmağına baxmayaraq, uşağın yenə yoldaşlarına qarşı münasibətdə çətinlik var. Yoldaşlarına qarşı münasibətdə çətinlik yaşayır. Daha sonra uşaq deməli 2 aydır baxmayaraq ki, gəlir icmaya, yenə də belə deyim də artıq müəllimi ilə də qarşı bir aqressiya formalaşır. Nəsə bir çətinlik yaranır uşaqda. Hətta biz görürük ki, bu uşaq hər dəfə məşğələ prosesində ac olur, narahat olur. Daha çox da bu ac olması, narahatlıq yaratması bu artıq bizdə əməli başlı şübhə yaradır. Yəni, əgər bir uşaq belə ac vəziyyətdə məşğələni siz görürsünüzsə, uşaq narahatdır, acıyır və yaxud da yemək istəyir, uşaq olur da, yəni elə olanda uşağın rəngi də solur. Hətta uşaqda baş ağrıları yaranır, uşağın necə ki, böyük insanda olan kimi uşaqlarda da bu hallar hiss olunur. Bəs yaxşı, sizin addımlarınız necə olmalıdır? Suallar hamısı belə olacaq. Addımınız, yanaşmanız, strategiyanız, doğru deməli sizin tərəfiniz, sizin peşəkar mövqeyiniz, sualların hamısında bunu görəcəksiniz. Bir müəllim olaraq, məsəl üçün, ilk gün xaos yaranıb, xaosu necə idarə edərsiniz? Uşaqda adaptasiya problemi var, adaptasiyanı necə uşağa adaptasiya eləyərsiniz? Adaptasiya olduqca önəmli bir faktordur. Birinci istəyirəm ki, adaptasiyanın izahını verim. Daha sonra əgər yəni bu sualı verəcəm ki, uşaq ac olarsa, narahat olarsa məşğələdə, məsələn, siz görürsünüz ki, bu uşaq narahatdır, səhhəti ilə bağlı. Birinci adaptasiya problemi. Adaptasiya deməli problemi olduqca günümüzün deməli aktual məsələlərindən biridir. Çünki uşaq ilk dəfə istər bağçaya, istərsə icmaya gedəndə valideynindən ayrılmaq istəməyən uşaqlar çoxdur. Çünki uşaq yeni mühitə uyğunlaşmaqda çətinlik çəkir. Adaptasiya budur. Yəni evdən çıxır, birdən-birə düşür qrup otağına.
məktəb daxilində olsun, icmada, istərsə də məktəbə qədər müəssisədə olsun. Və hər bir yaş dövründə də uşaqda bu adaptasiya müddəti müxtəlif davam edə bilər təbii ki. Hər uşaqdan uşağa da bu müddət dəyişir. Çünki adaptasiya problemi məsələn budur ki, uşaq qorxur, narahat olur, valideyn istəyir, ilk dəfə gəlir, yeni-yeni uşaqlar görür, müəllimə görür. Hətta ilk vaxtlar əziyyət çəkir, müəlliməni belə qəbul etmək istəmir, heç kəslə ünsiyyət qurmaq istəmir. Danışdırırsan da o uşaq sənə yaxın gəlmir. Hətta yəni bağçada da var ki, yemək qoyursan yemir, içmir, ağlayır, qapıdan belə içəri girmir. Çox uşaqlar var belə bağçada. Eynilə də icmada da bu problem var ki, suallarda da düşür. Bəs yaxşı, müəllim bu vəziyyətdə əsas peşəkar mövqe sizdən gözləyirlər ki, adaptasiyanı zamanla, zaten zamanı orada siz yazacaqsınız ki, bu birdən-birə həll olan bir vəziyyət deyil. Birdən-birə biz bu uşağı belə deyək də gözləməyək ki, qrupa adaptasiya edib uyğunlaşdıraq. Çünki müəyyən bir zaman alacaq, vaxt alacaq təbii ki. Uşağı məcbur etmədən, uşağa qayğı ilə yanaşaraq, uşağa fərdi şəkildə adaptasiya problemi olan uşaqdan söhbət gedir. Fərdi şəkildə qayğımızı göstərərək, onunla empatiya quraraq, şahid danışaraq təbii ki, başa salmaqdan çox empatiya qurmaq, hisslərini anlamaq, sosial-emosional bağımlılıq eyni zamanda. Tamam Səkinə xanım, yaxşı. Eyni zamanda uşaqlarla belə deyək də oyun fəaliyyəti. Amma oyun fəaliyyətinə qədər birinci addımınız uşaqla mehriban gülərüz davranışdır. Uşağın qəlbinə yol tapma bacarığıdır. Bəs yaxşı, belə bir sual çıxacaq ki, uşağın qəlbinə necə yol tapa bilərsiniz? Bu daha çox müsahibədə verilir. Uşağın qəlbinə yol tapma bacarığı siz necə edərsiniz ki, deməli, uşağın qəlbinə yol tapa biləsiniz? Ona görə də biz belə deyək də bu sual olduqca vacibdir ki, çünki ilk dəfə uşağın uşağın gözündə səmimi olmaq, müsbət münasibət qurmaq, uşaq özünü təhlükəsiz hiss etsin, dəyərli hiss etsin deyə biz nə etməliyik? Birinci, uşağı diqqətlə dinləməlisiniz. Uşaqla danışarkən onun fikirlərinə dəyər verməlisiniz. Daha sonra empatiya, bayaq dedim, empatiya göstərməlisiniz, hisslərini anlamalısınız. Səbirli şəkildə mütləq ünsiyyət qurmalısınız. Müəllimin kommunikativ bacarığı olmalıdır mütləq şəkildə. Eyni zamanda uşağı olduğu kimi qəbul et. Olduğu kimi qəbul etsən, tutan uşaq vurur, dağıdır, başın yolur, saçın yolur, özünə xətər yetirir, qaçır. Siz onu üstünə necə gedə bilərsiniz? Siz onu olduğu kimi o tərzdə qəbul edib, ətrafın da o uşağı qəbul etməyini, o cür qəbul etməyini sərgiləməlisiniz. Çünki 4.3 standartı budur, hörmət, dözüm, tolerantlıq. Dözümlülük, səbirlilik formalaşdırmaq lazımdır. Uşağın belə deyək də bir müddət təbii ki zaman alacaq. Bu bir dəfəmə hasil olan bir iş deyil, yəni baş tutan bir iş də deyil təbii ki. Çünki sizin ilk günlərdə ona qarşı səbirliyiniz, sevginiz, empatiyanız, qayğınız, sakit, mehriban, səbirli ünsiyyət qurmağınız elə zamanla o uşağı sizə bağlayacaq, yəni təbii ki. Və ona görə də deməli uşağın qəlbinə yol tapan bir müəllim artıq nə edəcək? Deməli o uşaq da artıq görəcəksiniz ki, bir həftədən sonra uşaq necə gözəl şəkildə adaptasiya olunub icmada. Hətta düşdüyü yeni mühitin qaydalarını da götürəcək o uşaq. İlk dəfə valideynindən uzun müddət ayrılan bir uşaqca, məsələn, bağçada uzun müddətdir, səhər çıxır, axşam gəlir. Amma icmada 2 saat yarım nə müddətdir ki, məsələn, bir müddət məsələn valideyni də icazə verə bilərsiniz icmada otursun, məsələn uşağı ilə. Amma valideyn oturduqca uşaq da öyrəşəcək, yəni valideynə çalışmaq lazımdır ki, bir dəfə, 2 dəfə valideyn göründə artıq valideyni uzaqlaşdırmaq lazımdır. Çünki valideyn nə qədər ki qalsa həmin o otaqda uşağın gözün qabağında, bu artıq adaptasiyanı ləngidəcək. Ona görə də biz valideyni başa salmaq lazımdır ki, valideyn sən narahat olma, sən gedə bilərsən. Uşağı bizə burax, rahat burax ki, yəni bizə tam arxayın ol ki, sənin uşağın burada bir həftədən sonra görəcəksən ki, siz heç uşağın yanına düşmürsünüz, yəni.
Ona görə də biz uşağa sərbəstlik bu baxımdan valideyn sərbəstlik verməlidir. Tam müəllimin ixtiyarına verməlidir. Çünki davamlı əgər siz həftədə 4 dəfə icmaya uşağınızı verirsinizsə, birinci valideyn olaraq biz də valideynik. Birinci valideyn olaraq müəllimə arxayın olub uşağı müəllimə vermək lazımdır. Çünki zamanla valideyn də müəllimi yaxından tanıyacaq, müəllim də valideyni yaxından tanıyacaq, uşaqlar da bir-birinə uyğunlaşacaq, uşaq da təbii ki, müəllimindən ayrıla bilməyəcək yəni. Buna görə də bu adaptasiya problemində yenə də qeyd edirəm ki, sonda qeyd edirsiniz ki, məqsədim nədir? Uşağın özünü qrupda daha rahat hiss etməsi, öz güvənli hiss etməsi, təhlükəsiz dəstəkləyici mühitin icmada qurulduğunu uşağın və valideynin hiss etməsi üçün atılan addımları qeyd edərdim. Sonda bunu yazırsınız. Bununla da fikriniz elə onlara kifayət eləyir, yəni bu fikirlər. Aha. Deməli, belə bir sual gəlsin. Demək, tutalım ki, deyirəm ki, demək, yaxşı, bu ac məsələsi ilə bağlı mən demədim, yadımdan çıxmışdı, uşaq ac olanda. Əgər deməli uşaq davamlı belə deyək də icmaya deməli ac vəziyyətdə gəlirsə, ac vəziyyətdə gəlir və siz bunu hiss edirsinizsə ki, deməli uşaq narahatdır, çünki bu problemlər axı bilinir, səbəblər bilinir. O zaman deməli siz hansı addımlara atarsınız? Yəni sizə belə bir sual düşə bilər ki, siz müəllim olaraq hansı addımları atmalısınız? Deməli, siz ilk növbədə mütləq şəkildə həmin uşağı deməli nəzarətə götürəcəksiniz. Birinci addımınız bu olacaq ki, ilk növbədə həmin uşağı nəzarətə götürəcəksiniz. Uşağı deməli o vəziyyətdə hansı bir vəziyyətdə olsun, tutaq ki, bir dəfə ac gördünüz. Bir dəfə uşağı tutalım ki, olur da məsələn elə bir vəziyyətdə olur ki, uşaq utanır, sizə demir. Tutalım deyirəm ki, ayaq yolu vəziyyəti var. Uşaq pis vəziyyətdədir, çəkinir demir. Siz nə edəcəksiniz? Təbii ki, uşağa fərdi şəkildə yanaşacaqsınız. Heç bir yoldaşlarının qarşısında onu alçatmamalısınız, utandırmamalısınız qəti şəkildə. Çünki uşaqlar bilməməlidir. Çünki biləndə də o gülməli uşaq da utanır ki, məsələn, yoldaşları arasındakı, məsələn, mən ya ayaq yolum bu vəziyyətdədir, və yaxud da acam müəllimə və yaxud da nəsə üstümə tökülüb dağılıb və yaxud da yəni müəyyən bir vəziyyətlərdə ola bilər ki, buna görə də siz mümkün dərəcədə deməli bunu uşaqla bağlı deməli uşaqla fərdi şəkildə söhbətlər aparmalısınız mütləq şəkildə. Əgər deməli risk faktorlar varsa, mütləq valideynlə əməkdaşlığa keçməlisiniz ki, niyə uşaq bu vəziyyətdə gəlir icmaya? Çünki bir dəfə, iki dəfə bu vəziyyəti görürsünüz, hər dəfə uşaq deyir, mən narahatam, və yaxud da yemək istəyirəm, acımışam, uşağa sual verirsiniz ki, evdə yemək yemisinizmi? Deyir ki, yox, acam. Yəni, bu vəziyyət dəfələrlə təkrar olunarsa, siz artıq valideynə də, siz də öz iradınızı bildirməlisiniz ki, çünki bu vəziyyət bir daha təkrar olunmasın. Bəli. Çünki bu belə deyək də uşağın sağlamlığına nə dərəcədə sağlamlığına qarşı risk faktoru olduğunu valideyn bilməlidir. Əgər belə bir vəziyyət davam edərsə təbii ki, çünki bilirik ki, biz bunu valideyni təlimatlandırmalıyıq ki, çünki uşağı bu vəziyyətdə qəti şəkildə, yəni icmaya gələcəkdə bu məktəbə gedəndə bəs bu uşaq necə vəziyyətdə gedəcək? Məsələn, müsahibədə müxtəlif suallar verir ki, uşaq hər gün üstü başı çikli vəziyyətdə gəlir icmaya. Tutalım ki, nə bilim, paltarı ilə bir vəziyyətdə gəlir ki, deyir, ay valideyn, xəbərin var, bu uşaq niyə bu vəziyyətdə gəlir? Buna görə də biz təbii ki, rəhbərliyi də artıq əgər fayda verməsə, biz artıq sonda qeyd edirik ki, rəhbərliyi məlumatlandırırıq. Yəni, məxfi şəkildə məxfiliyi, konfidensiallığı gözləyərək valideynlə söhbət eləməliyik, konfidensiallıq mütləqdir. Çünki ətrafa belə deyək, məlumat vermədən, utandırmadan həm uşağı, həm də valideyni məlumatlandırmaq lazımdır. Çünki burada əsas məqsədimiz uşağın mənafeyini üstün tutmaqdır. Yəni, bu da bu sualın ətraflı cavabıdır, müəllimlər. Bu qədər. Müəllim.
Belə olan halda məsələn uşağı ac olduğu vəziyyətdə məsələn müəllim nəsə alıb verməlidir də məncə. Verə bilərsiniz, amma müsahibədə bunu deməyin, yəni nəsə alıb vermək. Çünki niyə? Nə? Biz hansısa bir belə deyək də, kənardan qida vermək düzgün deyil də uşaqlara. İcazə yoxdur əslində. Yoxsa uşaq pis vəziyyətdədir, nəsə bir şokolad, nə bilim, peçenya falan verilməz də, yəni. Adi peçenyadan bir şey olmaz, amma əslində verməməliyik. Biz uşağa kənardan bir şey verməməliyik. Bağçada məsələn niyə deyirlər kənardan evdən yemək gətirmək olmaz. Nədirsə burada. Hətta mən öz oğlumu belə aparanda əlimdə nəsə alıb gətirib verirdim. Dedim ki, yəni evdən biraz ac olub da, neynədim, yemədi. Məcburam axı, dedi yox, yemək qalmayıb. Dedim, bəs bu uşaq ac oturmalıdır. Deyir, bəli, onsuz da 12-də günorta yeməyi veriləcək. Yəni icazə yoxdur. Mən onlardan sual verim. Buyurun. Bəli. Peki mən tam başa düşmədim. Uşağın ac olan vəziyyətində nə etmək lazım? Siz biraz ümumi danışdınız, ayaq yolu söhbəti, sonra ac olmaq belə. Mən tam başa düşə bilmədim. Nəyi başa düşə bilmədiniz müəllimə? Yəni uşaq ac olan vəziyyətdə, məsələn, uşaq ac gəlib də icmaya, dərsdə ac gəlib, yəni ki, o bəli. nə etmək lazımdır? Onu tam başa düşə bilmədim. Baxın, açıq sualda belə yazırsınız ki, açıq sualda yazmaqda deyən, məsələn, bunu çevirib müsahibədə verəndə artıq biz ümumi fikirləri bildirəcəyik. Çünki açıq sualda konkret yazmalısınız deyə, orada yazıları oxunacaq deyə, orada daha çox konkretlikdir. Konkret olaraq belə deyirik, birinci uşağın vəziyyətini müşahidə eləyirsiniz. Yəni, bu davamlı haldırmı görüm? Bir dəfə olar da, bir dəfə ilə heç nə olan deyil. Yaxşı, bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə davamlı bir hal olanda artıq bu ciddi bir haldır. Məsələn, bu halı gördünüzsə, uşağı təbii ki, yoldaşların içində bildirmək olmaz. Uşağa belə deyək də, məsələn, qidalanmasına bəli, məsələn, dəstək göstərmək olar. İndi təbii ki, icma bağça deyil ki, icmada nəsə bir qidalanma verək. Amma məsələn, biz valideyni təlimatlandıra bilərik ki, əgər evdə yemək vermirsinizsə, heç olmasa uşağın çantasına nəsə bir şey qoyun, gətirin. Valideyn qoysun, siz öz yanınızdan yəni alıb verməyin. Müəllimə, bir də keçən dərs biz demişdik, əgər müəssisənin imkanları daxilində varsa, yəni məktəbin bufeti varsa, məsələn, oradan uşağı nəsə alıb qidalandırmaq olar. Valideynin icazəsi ilə olar. Bəli. Valideyn icazəsi ilə əlavə bir qida verməyin. Getdi, bir şey oldu, qaytardı, elədi, başına bir iş gəldi. Bağçada belə bir hal olmuşdu, tort vermişlər, tortdan uşaq zəhərlənmişdi. Valideyn də tutdururdu o müəllimi, hamını töhmüşdü ora. Allah göstərməsin, məsuliyyət daşıyırıq. Bəs digər uşaqların yanında uşağa nə isə vermək nə Yox. dərəcədə düzdür? Yox, düzgün deyil. Çünki o birilər də baxır, hamısı uşaqdır. Verirsə, hamısına verməlisiniz. Nə etmək lazım? Uşağı məsələn koridora çıxardıb orada yedizdirmək lazımdır. Yəni necə? Belə deyim də, yəni bilirsiniz necədir? Öz yanınızdan yemək alıb verməməlisiniz, bu bir. Uşağı ac qoymaq da olmaz. Uşaq çətin bir vəziyyətdədir, narahat bir vəziyyətdədir. Mənim ürəyimə yol verməz axı uşaq o vəziyyətdə ac, başı gözə gicəllənib, uşaq oturub dərs məşğələdə. Valideyni zəng eləyib çağırmalısınız ki, uşaq bu vəziyyətdədir. 2 saat yarıma görə mən uşağı orada ac niyə otuzdurmalıyam? Müəllimə, bir söz də deyim də, icmada növbətçi qismində valideynlər iştirak eləyir. Biz növbətçidən də kömək ala bilərik. Necə? Növbətçi qismində? Bəli, bəli, valideyn də iştirak eləyir. Əlbəttə ala bilərsiniz. Mən deyirəm ki, tək başına Bəli. addım atılmamalıdır. Bəli, bəli. Yəni Tək başına müəllim nəsə cibindən gedib nəsə alıb gətirib verməməlidir. Mən onu deməyə çalışıram. İndi adi piçenya Bəli, falan bəli. deyir. Görürsüz, adi piçenyanı belə biz marketdən alanda onun 50 dəfə mən özüm srokuna baxıram, görüm ki, mən nə alıram. Bəlkə elə vaxtı keçmiş şeylər də qalıb burada vitrində. Ona görə deyirəm ki, məsuliyyəti çoxdur. Xırda bir konfet belə zəhərləyir, yəni köhnə təbii ki, yəni ümumiyyətlə deyirəm. Riski çoxdur, yəni biz bu riski gözə almamalıyıq, yəni. Valideynlə əməkdaşlıq çox xırdalıqlar, o müəllimə bayaq soruşdu ki, nə edeyim, bəs necə edeyim uşağı? Onu artıq müsahibədə cavabını verəcəksiniz. O dərəcədə xırdalığı yazı imtahanında verməyəcəksiniz. Sadəcə yazılıda belə verəcəksiniz ki, mümkün olduqda qidalanmasını təşkil etmək, amma necə təşkil etmək? Kiminlə icazəsi və əsas valideyn icazəsi ilə. Tək başına yox. Bir də valideynlə bu cür əməkdaşlıq edəcəksiniz ki, səbəbləri öyrənməlisiniz ki, bu uşaq niyə bu vəziyyətdə gəlir icmaya?
Belə vəziyyətdədirsə xahiş edirəm, icmaya bu vəziyyətdə gətirməyin. Çünki mən də məsuliyyət daşıyıram. Mən uşağı belə görürəm, məşğələm pozulur. Digər uşaq fikrim yayınır, artıq sizin uşağa meylənirəm. Digər uşaqlar da qalır belə. Aha. Ümumiyyətlə icmada qida verilmir axı uşaqlara qətiyyən. Bağça deyil ki, Mən orada də qidalanma olsun. Söhbət yəni uşağın o vəziyyətdə evdən gəlirsə, tezdən uşaq yeyib normal gəlməlidir dərsə. Məktəbə necə gedirlər? Elə də, yəni 2 saat yarımlıq bir məşğələ keçirik də, yəni inkişaf proqramıdır bu. Mən də fikrim o yandaydı. Sualım o idi ki, yəni məsələn valideyn hər cür valideynlə rastlaşırıq da. Elə valideynlər olur ki, məsələn səhər tezdəndən uşağını yedirib məktəbə gətirə bilmir də. Ancaq yəni hər gün valideyn o eləyə bilərmi ki, məsələn uşağın çantası olur da, çantasına qoya bilərmi ki, hansısa bir yeməyi Bəli. ki, siz bunu nə Bəli. uşağa verə bilərsiniz. Bəli, Onu qəbul qoya edir. bilər. İraq olsun, bir şey də olsa valideynin öz boynunadır. Olar. Yəni Biz onu siz yəni hər- eləməyin. Hər dərsdə qəbul edə bilərik. Yoxsa valideynə irad bildirməliyik ki, yəni hər gün olmaz da bu. Məsələn, ola bilərdi uşaq səhər gecə rahat yatmayıbdı, səhər narahat durubdu, yemək yeyə bilməyibdi, qoyubdu. Yoxsa hər gün məsəl üçün valideyn onu etsə, biz ona narazılığımızı bildirməliyik. Hər gün olmamalıdır. Əlbəttə ki, hər gün olmamalıdır. Onda orada artıq 10 dəqiqə fasilə verməliyik ki, uşaqlar yemək içməklə məşğul olsunlar. Yəni olmaz qəti Bəli, şəkildə. yəni bir uşağın- uşaq elədirsə, o bir uşaq da ona baxır. İndi başlayıb bölüşməyə, o uşağın bir payını mən neçə nəfər arasında bölüşüm? Qrupumda da 15 uşaq var deyək ki. Oldu, təşəkkür Müəllimə, edirəm. hər halda sual müəllimənin nəsə alıb verməyinə ünvanlanmaz da, o zaman alıb verə bilər ki, nəsə artıq uşağın taqəti olmaz, valideyn Aha. məktəbə gələnə. Bəli, ən O zaman- ağır vəziyyətdə artıq onda yenə də deyirəm, yenə də zəng eləməlisiniz valideynə ki, uşaq bu vəziyyətdədir. Siz heç mi gələ bilmirsinizsə, onda mən nəsə bu uşağa kömək eləməliyəm. Çünki uşaq bu vəziyyətdədir. Tutalım elə olur da mədəsi ağrıyır, qarın ağrıyır, pozultu baş verir. Təbii ki, uşaq saatla tezdən yeməyib gəlmək nə deməkdir? Gün ortaya qədər ac qalmaq o uşağa təbii ki, təsir eləyəcək. Müəllimə, Bəli. mənim 2 övladım icma əsaslı təhsildə, yəni təhsil alıblar. Bizdə amma qayda belə deyim necə idi? Uşaqlar sinifdə su içə bilirdilər. Müəllimə suya icazə verirdi. Yeməkdə necə? Yeməyə qəti şəkildə icazə yox idi. Çünki başqa uşaqlar da o uşağa baxıb, yəni yemək istəyə bilərlər. Bəli, bəli. Aha, bəli. Amma belə müəllimə qaydanı necə qoymuşdu? Yəni valideynlərə də hamısına belə deyim, bir qayda olaraq tapşırmışdı ki, təbii ki, uşağı evdə qidalandırmalıyıq. Yəni bizdə belə deyim də kənd yeridir, uşaqlar piyada gəlirdilər. Yəni məsafə olaraq deyirdi ki, hə, valideyn sən sumkunda, uşağın çantasında bir peçen olsun, yemək olsun, məktəbə gələcək müddətinəcən onu həvəsləndirə, danışdıra yedizdir. Bir də ki, eyni qaydada da dərsdən çıxandan sonra sumkasına bir peçenisi olsun. Yenə dərsdən çıxıb evə gedənəcən olan müddəti Bəli, yeyərlər. əslində elə olmalıdır. 2 saatda da, gələ 2 saat müddətində də uşaq orada yemək içmək eləyə. Yəni nə böyük bir müddətdir ki, biz məcburuq 2 saatda uşağı orada yedizdirək hələ. Yəni həm 2 övladım ki, belə deyim, təhsil alıb, həmin o 2 övladımın təhsil aldığı müddətdə mən övladlarımıza ümumiyyətlə yemək qoymamışam. Elə evdə yeyiblər, gediblər və yenə evə gəliblər. Sadəcə su qoymuşam onlar üçün. Yəni uşaqlar da, yəni Əlbəttə. qadın içində Bəli, tutaya bəli, bilər. bəli. Ən azından xırda bir termosda belə olsa kifayət eləyir uşaq üçün. Bəli. Hə, balaca bir Doğrudur. də Yenə də deyim, görürsüz qayda qanun önəmlidir. Əvvəldən ilk gündən valideynlə necə qaydanızı qoysaz əməkdaşlıqda elə də gedəcək. Yox, o demirəm, indi insan xoş olar, gülərüz olar, hər cür, yəni ünsiyyət qurma. Mən deyirəm, həmişə sakit tempimizi qorumalıyıq. Amma bu o demək deyil axı valideynlər də var ki, başa düşmürlər. O valideynlər də bilməlidir ki, Belə də yaza bilərik də bu tip sualda onda müəllimə ki, məsələn, biz qaydanı əvvəlcədən valideynlərlə əməkdaşlıq edərək, yəni belə bir qayda qoya bilərik ki, necə deyim, icmada yemək olmayacaq, sadəcə ora gələn müddətinəcən, yaxud ondan sonraki müddətdə uşağı yəni qidalandıra bilək də belə. Müəyyən qayda qoyursunuz ki, müəyyən bir vaxt çərçivəsində təlim fəaliyyəti prosesi zamanı qəti şəkildə yeməyə icazə verilməsinin əleyhinəyəm, belə yazırsınız öz elmi cümlələrlə, belə
əleyhinəyəm. Lakin yəni bu o demək deyil ki, bu uşağın yəni ac qalmasına zəmin yaradır. Xeyr, sadəcə olaraq təlim fəaliyyəti zamanı olmaz ki, digər uşaqların da belə Bir deyək də qrupda öncə ən azı bir 10-15 uşaq olur da. 15 uşağın biz hansına yeməyi verməliyik, yaxud hansı ilə bəli. onda da o uşaqların dərs saatı da, oyun saatı olsun, Aynen. fəaliyyətləri pozulmuş olacaq. Bilirsiniz, bağça ilə icmanın fərqi budur ki, bağçada bütün gündür, bütün gün rejimini əhatə eləyir də. Görürsüz tezdən gəlməsi, idmanı, nə bilim gimnastikası, səhər yeməyi, məşğələsi, asudə vaxtı, yatmağı, durmağı, gəzintisi, axşam evə yola salınması. Amma bu icmada 2 saatlıq cəmi uşağın inkişaf dinamikası gedir. O da məşğələ prosesində. Salam müəllimə. Buyurun. Müəllimə, bu primitiv sualda ilişib qalmayaq da nə olar? Məntiqli suallara biz Əlbəttə. Yəni burada görürsüz, bu əslində müsahibə sualıdır müəllimlər. Sadəcə olaraq yəni müxtəlif situasiyalar ola bilər də. Yəni ki, açıq tipli suallarda da verilə bilər bu. Sadəcə olaraq Məncə də müəllimə daha yaxşı olar. ifadə eləyin. Amma müsahibədə artıq sıxışdırırlar. Niyə, necə eləyərsən, nə tər eləyərsən, onda müəllim məcburdur ki, müdafiə eləsin də dediyini. Ki, Müəllimə, keçmək üçün. uşaqlar üçün yaradıcı mühiti necə yarada bilərik? Necə yarada bilərsiniz? Məsələn, siz özünüz fikir formalaşdırın görün necə yarada bilərsiniz? Yaradıcı mühit Mən yəni nə başa düşürük? təhlükəsiz, rahat və estetik mühit yaradardım. Fərqli fəaliyyət mərkəzləri məsələn ola bilər belə. Aha. Başqa? Yaradıcılığı təsvir edən, düzdürmü? Bəli. Sərgi, layihə, balaca bir təqdimat. Baxın, yaradıcı mühit uşaqların dəstəkləyici mühitidir. Səslər bağlı qalsın, izah verim. Yaradıcı mühitdə uşağın sərbəstliyi, müstəqilliyi bir. Uşaq özü sərbəst düşünsün, araşdırsın mütləq şəkildə. Öz ideyalarını, fərziyyələrini irəli sürsün, ifadə etsin. Yəni, təhlükəsiz və dəstəkləyici bir mühitdir ilk öncə. Burada məsələn müxtəlif fəaliyyət mərkəzlərimiz ki var, guşələr. Guşələr ki təşkil edirik. Uşaqlar niyə deyirik? Guşələrdə uşaq sərbəst olmalıdır, müstəqil olmalıdır, əlçatan olmalıdır. Uşağa yaradıcı mühiti qurmaq üçün belə deyək də uşaqlarda fəaliyyəti stimullaşdırmaq lazımdır. Fəaliyyəti stimullaşdırmaq da nədir? Uşaqları həvəsləndirmək, həvəsləndirici bir mühit qurmaq, uşağı aktiv bir mövqeyə gətirmək, uşaqlara düşündürücü suallar vermək. Niyə? Beyin həmləsi oyadıram. Əqli hücum iş üsulunda biz deyirik ki, məktəbə qədər təhsil olan müəllimlər bilir ki, biz nə edirik? Uşaqlarda beyin aktiv beyin formalaşdırırıq, fəaliyyəti stimullaşdırırıq, ideyalar, fərziyyələr irəli sürdürürük. Uşaqlara hazır cavablar yox, düşündürücü cavablar verə biləcək suallar veririk uşaqlara. Yəni onun ümumilikdə yaradıcılığını qiymətləndiririk. Aydın olurmu? Və ən əsası oyun əsaslı fəaliyyətlər də verə bilərsiniz. Hansısa bir layihə əsaslı təlim modeli də verə bilərsiniz. Və bir də təhlükəsiz, dəstəkləyici, yaradıcı, əməkdaşlığa təşviq edən bir mühit yaratmalısınız yaradıcı təlim mühitində. Aydın oldu müəllimə? Bəli, Müəllimə, necəsiniz? Kəmal müəllim, necəsiniz? Təşəkkür edirəm əzizim. Necəsiz? Çox sağ olun, Allah razı olsun müəllimə. Bir də mən bir sual cavablandırmaq istəyirdim ki, bu icma əsaslı qrupda burada resurslar təşkil olunacaq da uşaqların oyunu üçün. Bu resursları məktəb özü təşkil edir, yoxsa bu valideynlərdən müəllimin birgə planıdır? Yəni birgə əməkdaşlıq. Bu müsahibə sualıdır. Aha, bəli. Bəli. Onu bir dənə soruşmaq. Bəli, bu müsahibə sualıdır. İcma əsaslı təlim qrupunda ümumiyyətlə resursların işi təkcə müəllimin işi deyil, resursları təşkil etmək. Çünki bunu bütün proses, bütün icma heyəti, əməkdaşlar həyata keçirir. Məsələn, müəllim resursu seçir, bəli. Çünki biz əsas resurslarda da bizim yəni əhatə əlimizdə olsun. Resursları seçən şəxs biz oluruq və təbii ki, dəstəkçi oluruq. Məsələn, göstəriş veririk ki, bu resurslar falan. Bir də ki, məsələn, biz resursları seçəndə deyirik ki, uşaqların yaşına uyğun materiallar seçilir, hazırlanır. Yəni bunlar bir də valideynlər də təkan verə bilər. Bəli, valideynlər ola bilər ki, özləri öz maddi yardımı hesabına könüllüdür ha, təbii ki, biz heç kəsi məcbur eləyə bilmərik. Valideynlərin könüllü dəstəyi əsasında da resurs maddi yardım kimi təşkil oluna bilər. Bir də mütləq şəkildə rəhbərlik. İcmanın rəhbərliyi özü belə deyək də
təmin etməlidir icma qrupunu. Bəli, dəstək eləməlidir maddi yardım. Elə məktəbdə var ki, yəni təşkil olunur, elə məktəbdə var ki, təşkil olunmur. Ona görə sizdən Onda müəllim soruşdum ki, valideyn yardımlaşması əsasında olacaq, bəli. Çünki müəllim təkcə onu Müəllimə, oldu müəllim. Çox sağ vermək istəyirəm. İctimada məşğələ planını biz hazırlayırıq ya elə bir vəsait olur əlimizdə. Necə müəllimə tam eşitməm. Səslər açıqdır müəllimlər, zəhmət olmasa. İctimada məşğələ planını özümüz hazırlayırıq və yaxud da hər hansı bir vəsait olur, ondan istifadə edirik, onu bilmək istəyərdim. O sualı Səkinə xanım ünvanlayın, icmada o işləyir. Səkinə xanım, buradasınız? Müəllimə, mənim bir sualım vardı. Zəhmət olmasa cavablandırardınız da. Üzr istəyirəm. Bir-bir müəllimə sualına cavab verək, sonra sizin. Səkinə xanım, müəllimə sual verdi ki, icmada təlim prosesini, məşğələ prosesini icmalı biz hazırlayırıq. Bəli, müəllimə, yəni proqrama uyğun hazırlanır. Bəli. Müəllimə, bir dənə də sual məndə var idi, onları deyim. Buyurun, suallarınızı. Müəllimə, üzr istəyirəm. Bayaqlar mənim qarşıma belə bir sual çıxdı ki, məktəbəqədər layihədə kurikulum sistemi, yəni qətiyyən dəyişilməz olmalıdır. Burada razıyam, razı deyiləm. Sizcə bu hansı cavab olardı? Kurikulum sistemi dəyişə bilər, yoxsa yox, eyni standartda getməlidir müəllimə üçün? Kurikulum sistemi dəyişmir, eyni standartla gedir. Bəli. Kurikulumdan düşən suallarda tamamilə razıyam götürülməlidir ki, o da müsbət yönümlə gedir. Bəli. Çox sağ olun müəllim. Bir dənə də sualım vardı. Zəhmət olmasa cavablandırsanız çox sevinərdim. Olar onda deyim sualıma. Bir dənə belə bir sual, bəli, bir dənə belə sual bayaq qarşıma çıxdı müəllimə. Dedi ki, boş vaxtlarımda mən kinoya, teatra getməyi xoşlayıram. Orada cavab götürmüş ki, qətiyyən razı deyiləm. Niyə ki? Nəyə görə orada? Niyə qəti razı deyilsiniz ki? Siz mənim incəsənət kinoydu, teatrdır, Əslində müəllimə bir incəsənəti dəstəkləməlidir də uşaqlar üçün, uşaqlar. Razı olmalıdır, razıyam. Tamamilə yox, razıyam. Mən onu götürmüşdüm. Mən onu götürmüşdüm müəllimə. Bir də ki, müəllimə, kurikulum dəyişir axı. Mövzular dəyişir, yenilənir. O baxımdan xeyr, bu müəllimə üçün, müəllimə suallarda əgər kurikulumdan məsələn sizə deyir ki, tutalım ki, təlim tədris məşğələsini standartlar əsasında keçməyi planlaşdırırıq. Qiymətləndirməndə portfoliyoma əsasən verilir. Burada bəli, əlbəttə ki, siz tamamilə razıyam verməlisiniz. Müəllimə, müsahibə müsabiqəsində bizə qiymətləndirmədən düşsə, biz orta məktəbdəki kimi diaqnostik, formativ, summativ qiymətləndirmənin adını çəkməliyik, yoxsa məktəbə qədər bunun başqa adı var? Mənə elə keçən il müəllimlərimə verilmişdi ki, formativ, summativ qiymətləndirmə haqqında məlumat ver. Bəli, formativ bizdə şəxsi inkişafı hissələdir, summativ yekun hesabat baxacaqdır. Bəli. Yəni, summativdə kiçik böyük summativ qiymətləndirmənin adını çəkməlidir. O sadəcə məktəbdə olur məncə, şagirdlərlə olur. Bəli, onu verməyin. Bəli, biz 3-5 yaşlı uşaqlarla işləyirik deyə. Bəli, onu məktəb təlimində ibtidai sinif müəllimlərsiz bilirəm. Yox, onu verməyin. Təşəkkür edirəm. Təşəkkür edirəm müəllimə. Siz sağ olun. Başqa? Mən artıq çıxmalıyam müəllimlər. 3 dəqiqə vaxtım qalıb. Buyurun. Bəli. Müəllimə, siz dediniz ki, açıq tipli suallarda cəmi 10 cümlədən ibarət olsa yetərlidir. Ondan artıq yazsaq olar, yoxsa elə 10 cümlə tam aydın kimi yazın, amma elə yazın ki, 3 sualın da 3-ünə yeriniz olsun yazmağa. Bir də görün orada əlavə vərəq verirlər. Versələr lap yaxşı. Biz özümüzlə 2 vərəqə yazacağıq. Bir də bir karandaş aparacağıq, hə? Karandaşa ehtiyac yoxdur, qələmlə. Çünki özləri də deyəcəklər ki, qələmlə işarələyin. Kəmal müəllimə, olar bir söz deyim. Buyurun. Yəni test mərhələsi belədir ki, yəni test mərhələsi 12 vərəq dəftər var. O, yəni uzunluqda olur həmin müəllimələrə verilən test. Açıq tipli suallarda 12 vərəq dəftərin yarısı boyda, yəni ki, yarba-yarısını yəni əhatə eləyir. 10-12, yəni cümlə, yəni abzas şəklində müəllimələr fikirlərini izah etsələr, yəni yetərlidir. Yetərlidir, ay sağ olun. Mənası yoxdur müəllimələr. Bəli. Yəni 4-5 cümlə eləməyin də. Müəllim var 2-3 cümlə yazıb çıxır. Yəni elə yazmayın. Səkinə müəllimə, biz əlavə özümüzlə A4 vərəq apara bilərik. Məsələn, açıq tipli suallar əvvəlcədən yazılır. Sizə bir kitabça veriləcək. Ağ kitabçadır. Yəni 3-4 dənə vərəq var həmin kitabçanın. Bəs qələm, müəllimə, qələm? Qələm, ruçka apara bilərsiniz. Problem deyil. Çox üzrsən, buraxılış vərəqi də lazım. Bəli, bəli. Çıxartdırın onun üz vərəqəsini, çıxartdırın bütöv halda. 2 qələm götürün hər ehtimala ki, 1 yazmayanda 1 yazsın. 2 qələm götürün, vəsiqə bir də buraxılış vərəqi.
Bir də Müəllimə diplom müəllimə, yəni Aha, diplom diplomda nəzərə dedilər də alaq. sizə dəqiq. Aha, keçən Aha, buydu bizə ona görə. diplomda deyilir. Müəllimə bizə diplom deyilməyib. Diplomu da aparmalıyıq mütləq. Bəli, apararsınız, orada nəzarətçilər yoxlayacaq. Aha, çox sağ olun. Ha, Bax bunu üzr istəyirəm, bilmirdim. Səkinə xanım, dərsdən kənar çıxıram. Diplom nəyə lazım? Heç mi imtahana gedəndə diploma ehtiyac yox idi test mərhələsində? Müəllimə, onsuz da diplomu yerləşdirmişsiniz də. Göstəriş atıblar, ona görə Aha. mən onu Yaxşı, deyirəm. hər ehtimala yəni, götürün, amma baxın, heç yoxlamayacaqlar. Çünki onlar zaten yoxlayıb sizə təsdiq veriblər də. Müəllimə, adam biraz qorxur, diplom itiv eləyər ortada. Buraxılış vərəqində yazılıb ki, bu sənədlərdən birini gətirin. Yəni şəxsi vəsiqəsi, buraxılış vərəqi demir axı hamısını gətirin, birini gətirin deyir. İndi biz diploma aparmayaq Götürün müəllimə. hamısını, zibdən götürün, nəinki evdə yaddan çıxıb qalmasın. Yaxşı mı? Oldu müəllimlər, bu sualları zəhmət olmasa bağlayaq ki, dərsimizin vaxtından keçir. Məndən başqa sualınız yoxsa mən artıq çıxıb Səkinə xanıma deməli təqdim edirəm.